Aprelin 4'ünde Tohir bəylə yenidən görüşdük. Bakı penitensiar sistemdə artıq Tohir bəyin 4-cü azlığı elan edir. Çəkisi 3 kilo 500 qram azalıb, ürək döyüntüləri artıq 96'dır. Qan təzyiqimizi 130-85'ədir. Hər iki özünü normal hiss edir, amma günü-gündən zəiflədiyi hiss olunur. Və aclığı davam etdirmədə ısrarlıdır, çox ısrarlıdır. Və özünün qanunsuz həbsinə, əsassız həbsinə etiraz əlaməti olaraq bunu edir. Vəkil olaraq onu bildirirəm ki, Azərbaycanda indiyə qədər hər siyasi çıxdı hesab edirsən ki, bundan da absurdu yoxdur. Lakin hər dəfə bundan daha da absurdu adama rast gəlir. Və çıxdığım siyasi işlərdən absurdudur ki, Tohir bəy bu səviyyədə barəsində 9 il azadlıqdan məhrum etmə cəzası təyin edildi.